Deyir, Türkiyədəki kəndlərin birində Aynur adında gözəl göyçək bir gənc qadın yaşayırdı. Bu Aynur gənc yaşlarında öz həyat yoldaşını itirir, 2 uşağı yetim qalır. Aynur özü tarlada çalışır. Bu adətən dul qadınlara çox sataşan namussuz, qeyrətsiz kişilər olur. Onlar da gündə bu Aynurun yolunu kəsir. Ona müxtəlif dillər, vədlər verirlər. Ay səni mənə gəlginən belə saxlayacam, belə gəzdirəcəm, neynəyəcəm. Belə sözlərlə Aynuru bezdirirlər. Aynur axırı nə ilac qalıb, qonşu kətdə bunun valideynləri yaşayırmış. Onların yanına gedir ki, bəs mən də gəlim burada yaşayayım, artıq ərim evində qala bilmirəm. Valideynləri buna razılıq vermirlər. Deyirlər, biz nə sənə, nə də sənin çocuqlarına baxa bilmərik. Nə ilac qalan Aynur tarlada işləyirmiş. Qazandığı cüzi əmək haqqı ilə öz yetim balalarını saxlayırmışlar. Bu tarla sahibi də bir günləri naxələflik edib Aynura təcavüz etmək istəyir. Bunu başa düşən Aynur artıq bezir hər şeydən və kətdən çıxıb getmək qərarına gəlir. Aynurun İzmirdə bir dul teyzəsi yaşayırmış. Ona görə də bu malını, bir-iki toyuq cüzəsini satıb İzmirdəki teyzəsinin yanına gedir. Gedir İzmirdə teyzəsinin evini tapır, qapını çalır. Qapını açan teyzəsi Aynuru görən kimi Aynura deyir ki, bəs niyə xəbər eləməmisən? Biraz Aynur pərt kimi olur. Deyir, teyzə, darıxma ginan, mən burada çox qalmayacağam. Özümə bir iş güc tapıb gedəcəm. Deyir, ay bala, gəl keç içəri. Nəsə bunları alır teyzəsi içəri. Bunlara yemək içmək, deyir, qızım, bura şəhər yeridir. Burada sənin üçün çox çətin olacaq. Sən burada həyat başına nə oyun gətirəcək, onun üçün mən narahatam. Sənin burada qalmağına razı deyirəm. Deyir, teyzə, darıxma ginan, mən burada iş tapıb, işləyib, öz balalarımı saxlayacağam və heç bir şey də başıma gəlməyəcək. Deyir, neynək? Səhər tezdən Aynur qalxır ayağa, gedir fırıncıya, oradan simitdən, çörəkdən alıb gətirmək üçün. Fırıncıda görür ki, satmaq üçün burada simit alanlar var, çörək alanlar var. Bunun da başına girir ki, burada simitdən, çörəkdən alıb satsın, özü üçün pul qazansın. Tez bu çörəyi və simiti götürüb qayıdır teyzəsinin yanına. Satan kimi teyzəsinə deyir ki, teyzə, şad xəbər, mən artıq iş buldum. Deyir, ay bala, sən hardan iş buldun bu səhər tezdən bu vaxtı? Deyir, hə, mən gedib fırıncıdan simit alıb satacağım və pul qazanacağım. Səhəri günü Aynur gəlir fırıncının yanına.
vəziyyəti ona söhbət edir. Deyir, fırıncı deyir ki, hə, onda gəl sənə də simit verim, apar, bələdiyyə binasının yanında satarsan. Bələdiyyə binasında mənim bacanağım orada savcıdır, sənə kömək eləyər, sən o arada simitləri satarsan. Deyir, yaxşı. Aynur simitləri götürür, gedir bələdiyyə binasının yanındakı küçədə simitləri satmağa. Simitləri satır, sonda 3 simiti qalmışmış. Bu küçədə simit satanların biri buna yaxınlaşır ki, bəs sən nə ixtiyarla burada simit satırsan? Deyir, necə məgər? Bu küçə sizə aiddir? Deyir, bəli, bu küçə bizə aiddir. Biz burada simit satanlar hamısı bizim adamlardır. Sən burada simit satanməzsən. Bu vaxtı bir nəfər Aynura yaxınlaşır. Deyir, Aynur sənsən? Deyir, bəli. Deyir, mənə savcı bəy söylədi ki, simiti səndən alım. Sən onun qohumuymuşsan. Bunu eşidən adam tez geri çəkilir. Da bu savcının adamıdırsa buna nə demək olar? Həmin adam bundan uzaqlaşır. Deməli, gələn adam Aynurdakı o 3 simitin ikisini alır, simitin biri qalır. Aynur da o bir simiti ac dayanmış kimsəsiz uşağa verib evə yollanır. Beləliklə, Aynur simit satmağa başlayır. Fırıncı bir də buna deyir ki, sən pendir də götür. Simitlə bir yerdə pendir də satarsan, pul qazanıb balaları saxlayarsan. Aynur pendir də götürür, simit də götürür, satmağa başlayır. Sonradan Aynuru ədliyyə binasında çayçılığa alırlar. Aynur ədliyyə binasında çayçı işləməyə başlayır. Ədliyyə binasında çayçı işləyəndə bu artıq orada hər şey satmağa başlayır. Beləliklə, vəziyyəti biraz yaxşılaşır, yüngülləşir. Sonra belə olur ki, bu ədliyyə binasının çayçısında işləyərkən bunların atasının ki yaşadığı göy ki var idi, orada bu söz gəzdirənlər deyirlər ki, Aynur pis yola düşüb, nəm kraskalanır, gəzir, neynir, dediqodunu yayırlar. Bunu eşidən Aynurun atası, Aynurun qardaşın oğlunu çağırır yanına ki, bəs bala, vəziyyət belədir, sən gedib bizim üstümüzdə olan bu ləkəni təmizləməlisən. Aynurun qardaşı gəlir İzmirə. İzmirə gəlir, teyzəsinin evinə gəlir, soruşur Aynuru, deyir Aynur evdə yoxdur, gedib işlərəcəm. Ondan sonra oradan çıxıb gəlir ədliyyənin binasının qarşısına. Görür ədliyyənin binasının qarşısında da Aynur yoxdur. Ay gözləyir, axşamüstü artıq Aynur işdən çıxıb evə qayıtmaq istəyəndə qardaşın görür. Qardaşın görür, sevinir və sevincdən qardaşının boynuna atılmaq istəyir. Bunu görən qardaşı Aynuru acılayır, deyir, sən bizim namusumuzu kirlətmisən. Bıçağı çıxarıb Aynuru vurmaq istəyir. Bu vaxtı kənardakı adam Aynurun qardaşının əlindəki bıçağı tutub bundan alır. Deyir, sən neynirsən? Bu qadın
savcıda çayçı işləyib, öz namusu, qeyrəti ilə çörək qazanıb, 2 yetim balasını böyüdür. Sən nə etmək fikrindəsən? Bunu eşidən qardaşı peşman olur, bacısının boynuna sarınıb ağlayırlar. Bundan çox pis hala düşən Aynur artıq bir taksi tutub evə gedir. Aynur artıq ədliyyədə çayçı işləyən vaxtı yavaş-yavaş əlinə pul gəlir, özü üçün ədliyyə deməli hakimləri, advokatları buna kömək eləyirlər. Bu 1-2 otaqlı mənzil kirayə edir. Həmin kirayədə köçürdürlər onu o evə. Bunun uşaqların məktəbə düzəldirlər. Balaları məktəbdə oxumağa başlayır. Bundan sonra Aynurun özü də vəkillik universitetini qurtarır. Diplomun alan günü diplomasını alır, gəlir savcılığa, ədliyyə savcı ilə görüşüb ona minnətdarlığını bildirsin. Çünki savcı buna çox kömək eləmişdi bu yerə gəlib çıxmasında. Gəlir savcının yanına, deyir, nə işdir? Deyir ki, mən bu günləri vəkillik diplomumu almışam. Mənim bu yerə gəlib çıxmağıma səbəbkar sizsiniz. Ona görə sizə öz təşəkkürümü bildirmək üçün mən bura gəlmişəm. Savcı deyir, çox gözəl. Savcı deyir ki, mən fırınçının oğluyam. Atam səni məndən xahiş eləmişdi. Mən səni ilk görən gündən sənə aşıq oldum. Amma pis başa düşülər deyə mən bu sirri sənə açmadım. Savcının da yoldaşı avtomobil qəzasında həlak olmuşdu. Savcı özü də dul idi. Ona görə bu sirri indi sənə açmaq istəyirəm. Sən mənim qarım olarsanmı? Aynur göz yaşı tökə-tökə hə cavabını verir. Beləliklə, Aynur vəkillik fəaliyyətinə başlayır. Aynur vəkillik həvəsinə onu qardaşının öldürmək istədiyi gündən qərara gəlmişdi. Aynurun vəkil olmaqda məqsədi başsız qalmış qadınların, təzyiqə məruz qalan qadınların hüquq və azadlıqlarını təmənnasız müdafiə etmək üçün bu vəkillik sənətinə sahib olmuşdu. O gündən Aynur heç bir haqq almadan belə qadınların hüquq və azadlıqların qorumağa başlayır. Diqqətinizə görə sağ olun.